Hər vaxtınız xeyir dəyərli izləyicilər, oğlumla gəlmişik. City Park Mallda yerləşən, Azərbaycanda bir ilk olan VR Galaxy virtual reallıq əyləncə mərkəzinə. Əsas da bu paraşüt mənə çox maraqlı idi. Bu nədir? Buna da. Əlindən bərk tutarsan ha. Heç zat qaldırırlar, bala-bala başlayırıq. Çox realdır da, külək zad hər şey vurur adamın üstünə. Hündürlük fobiyamdan gicə olan. Zeyt qalxmırsan. Aa, dəhşət bir şey. Bu nədir? Getdim gəldim be ya, bu nə idi ola? Oyda dilim qurudu ya. Həqiqətən yəni bunu görüb hiss etməyimiz lazımdır, möhtəşəmdir. Sonra bu aparatda çox super idi. Bismillah getdik. Nə yalan deyim, bu aparat məni əməlli başda həyəcanlandırdı. Sağ ol sən, nətərdir? Yaxşı. Zeyddə maşallah nəsə istedad var. Bir dəfə avtomobil, zat, nəsə dəhşət idarə eləyir. Mən güya oturdum ki, motosiklet sürüm elə ancaq divara girə-girə qalmışdım. Sıra bilmirsən, həyat. Düz görün, mənə sıramdır. Mən sürənmədim, görüm sən nə edirsən? Mən inanmıram sən onu sürə biləsən. Divara girəcək atası kimi. Yaxşı qəbul edirəm, bunda fitrə istedad var. Ha bu 360-a mən ürəkləyənmədim, oğlum məndən ürəkli çıxdı. Ay Allah! Baxın! Ağıza baxın, ağıza. Yerə düşməyin bir dənə. Yerə düşürəm. Əvvələ 2 nəfərlik atışmalı dinozavr oyununda oynadıq, əla idi. Təyyarə sürdük, qırışdıq, atışdıq, ata-bala nəyi var oynayıb doyduq. Dəyərli izləyicilər, abura City Park Mallın 3-cü mərtəbəsində yerləşən VR Galaxy virtual əyləncə mərkəzi idi.